Cabir İmanovun dəfnində bəzi fotolar yayılıb dəfnindən və rezonans yaradıb. Neçə gündür artıq dünyasını dəyişib, amma onunla bağlı hələ də söz-söhbətlər ictimailəşdirilir. Təbii ki, mediada. Bəli, Cabir İmanovun dəfn mərasimində yayılan bir görüntü geniş müzakirələrə səbəb olub. Bilmirəm, indi o görüntü belə şəkillərdir də, hansı görüntüdür. Bakıpost.az xəbər verir ki, ictimai fəal Afiq Əli Cabir İmanovun dəfn mərasimində Əlxan Musayevin iştirakının səbəblərindən bəhs edib. Burada foto var, bilmirəm Əlxan hansıdır, tapa bilmərəm, deyirəm birdən. Bax, bu kişinin üzündə nəsə var rəngli. O iddia edib ki, Cabir İmanov Vəhhabidir və Vəhhabi Əlxan Musayev onu Əbu Bəkir məscidindən son mənzilə yola salıb. O həmçinin Tahir İmanovun da Vəhhabi olduğunu, onun Vəhhabilərin məscidinə getdiyini və Vəhhabilərin biznesində dəstək verdiyini, əks etdirdiyini iddia etdiyi görüntülərdə paylaşıb. Maraqlıdır ki, paylaşımdan sonra Əlxan Musayev Cabir İmanovla tanış olduğunu, bir çox yerdə görüşdüyünü, hətta Cabir İmanovun onun arxasında namaz qıldığını videolarda yayıb. Burada namaz, amma burada Cabir İmanov yoxdur, amma burada bir namaz qılır bu adam. Yəqin bu insanın arxa tərəfində deyir ki, var. Hələ bizi şoka salırlar da bəzi xəbərlərdən.